Şey, yani, elə solda hansı bir şeyin üstünə basdınız? Orada stop şeyin olmalı. İndi bir saniye. Bax, mənim bu ekranımda hal-hazırda sizin kitab dərsində izlədiyiniz məqamlardan biri bu olacaq. İndi burada deyək ki, yenə proyekt olsun, özünə deyək proyekt var məndə. Bax, proyektdə var, baxın, cürbəcür branşlar var. Bunun içine girsələr, cürbəcür formatlı branşlar var burada, növbəndə. Mən sizə onları izah edəyəndə artıq siz başa düşəcəksiniz ki, bir yerdə ayrı branşlarda işləmək nə demək istəyir. Məsələn, branş nədir? Bir papkadır. Siz öz papkanızı fərqli öz papkasında işləyəcəksiniz. Siz onu atacaqsınız bir dənə böyük papkaya. Həmin formatlarda mən sizə növbəti dərs ən pis halda ki, o birisi dərs keçirəm. Burada bugünkü dərsin gedişatını alsın ki, necə qavrama olacaq. Aha. O birisi nədir? Siz burada komandlarla ki yazırsınız kodları. Bir müddət sonra, yəni həmin o Git dərsində mən sizə göstərəcəm nə edəcəksiniz. Komandlarla yazmaq yerinə, məsələn atıram, gələcəm, bax, bura baxın, bu dəqiqə dəyişikliklər var. Changes 3 dənə kodda dəyişikliklər var. Görürsünüz, 3 dənə dəyişikliklər sağda göstərir. Deyir, məsələn, solda, sağda bu əlavə edib, solda yox idi. Bunların üçünü də böyle seçirik. Commit verəndən sonra gəlirəm bura push versəm, elə bir ki, sizin yeni terminalda yazıldığınızı mən UI-nə edirəm, knopkalarla işləyirəm. Rol daha qısa, daha optimaldır. Sadəcə kodla, ya bu terminalla görə lazımdır. Bir müddət sonra sizə terminalla işləmək vacib olacaq bəzi məqamlarda. Ona görə təməli terminalla qoydum ki, sonra əziyyət çəkməyəsiniz terminalla bağlı. Terminalla işləmək rahatdır, sadədir, çox çətin bir şey yoxdur. Amma növbəti dəfə artıq siz buralarla işləyəcəksiniz. Bunu seçəcəksiniz, məsələn, atıram siz bu papkanı commit-də bayaq sən Fərid yazmışdın, git commit mesaj yazsın. Bax, həmin commit o commitdir. Burada document mesajı yazırsan. Document yazırsan, sonra da git push edəndən sonra sənin kodların hamısı düşür GitHub-ın içinə. GitHub. Aha, bəli, bəli, bəli. Baxın, bununla, aha. Yox, bununla eyni şeydir. Məsələn, git int yazırıq bura. Git add, git commit və s. Bu formatla, bu format eyni şeydir. Sadəcə bəzi funksiyalar olacaq. Hə, aha, hı hı. Belə edə bilərsiniz. Bu clone repository basa bilərsiniz. Gələ bilərsiniz. Bu GitHub var idi sizdə GitHub. GitHub. Siz məsələn atıram GitHub test. Siz belə edə bilərsiniz. Bu URL ki var, gəlib git clone yazmırdınız. Bir də siz git clone yazmaq istəmirsiniz. Birbaşa olduğum yerdə papka açılsın. Haradasınız? Burada location'larını verirsiniz. Birbaşa həmin URL burada ata bilirsiniz. Clone versəz, həmin proyekti baxın burada açmış olacaq. New Windows, this window. New verdim, həmin proyekti mən burada açmış oldum. Bir shortcutlar birbaşa UI üzərindən. Bir də gəlib manual folder yaratmışsınız. Mən lap təməli niyə bir dərs ayırıb göstərdim ki, sizə lap kökü biləndən sonra artıq bunlar işləmək çox rahat olacaq. Lazım olanda gedib həmin bu arxa fonda necə işləyir, necə idarə olunur, onu da bilmiş olacaqsınız. Yəni özünüzü rahat hiss edəcəksiniz o barədə. Onun üçün. Aha, bunu yenə söndürürəm. Mən dərsə qayıdıram. Tak, Java General Tutorial proyekt yaratmışam. Sizə mövzuları bunun altında folderları yazaraq keçirsən bir hansı. İndi bugünkü dərsi bu kitabla bağlı bir konkretləşdirim. Kitabla bağlı sual qaldı sizdə. Fərid, səndə çox güman o həmin Git Remote Error Origin teması idi, push edə bilmirdin. Run edib. Hı -hı. Sən nəyə görə run edə bilmədin Fərid orada? Bax, orada sən proyekti yükləyirsən, düzdür. Proyekt yükləyəndə burada yükləmə gedir. Bəzən o yükləmə getmir və sən bu kodların görsənmir. Onda necə olur? Fərz edək ki, Java class yaradırsan, test adlı klasın. Belə bir şey açılır.
Amma bu yaşıl işarələr görsənmir səndə. Bunlar heç biri olmur. Burada da heç nə olmur. Aha. Sarı rəngli göstərir hamısı. Yes, o bilirsən nəyə görədir? Çünki burada məsələn current file var, düzdür? Gəlirsən bura Eulanda, bura gəlirsən, o bilirsən nəyə görə olur? JDK var, bunlar görürsən bütün bunlar. Bunlar versiyalardır ki, hamısı eyni məqsədə xidmət edir. Sadəcə yeni versiyalar, köhnə versiya teması var. Eulanda sən gəlirsən bura, bu avtomatik olaraq o belə bu vəziyyətdə olur səndə olanda. Belə bir vəziyyətdə olduğunu görə görmür. There is not defined, heç nəyi tanımır. Onda sən ya setup SDK-yə gələ bilərsən, ya da manual olaraq gəlirsən, ya da ən qısa yolu setup SDK görsən variantlar verir. Deyirəm məsələn 17-ci versiya, hop gördüm tanıdım. Yüklədi, artıq run edə bilirəm. O vəziyyət idi səndə. Şə, okey. Bunu mən rekorda aldım, elə rekordda da qalsın, sonra rekorddan da baxarsan yenə əgər bir problem yaşasan biri də o barədə. Okey. Tak, sort array in Java. Mən bu gün sizə keçəcəm array mövzusunu, arraylər barəsində. Ona görə də gəlin başlayayım. Çak. Hə. Arraylər ümumiyyətcə nə deməkdir? Birinci onu deyim. Mən adi burada bir gedişat ki var. Bir massivdir də. Horizontal və vertikal bir fiqurlardan ibarətdir. Belə hər tərəfli fiqurlar var. Və siz bunlar hamısı toplamda bir array deməkdir. Array nədir? Massiv. Yəni bir çox datalar alt-üst şəklində bir yerdə yığışıblar. Hal-hazırda bizdə arraylər, iki cür array var. Biz bugün keçəcəyik sizdən bu arrayləri. Ancaq sağa düzülən arraylər. Məsələn, 1, 2, 3, 4, 5-ci obyektlər, o belə bir dəyərlər. Amma bir də var, two dimensional array var, hansı ikili arraylər sayılır. Onları da mən izah edəcəm. Onların fərqi nədir? Biri var one dimensional, biri var two dimensional. Bu one dimensional olacaq, çünki belə gedəcək ancaq bugün. Amma növbəti dərs həm belə baxacaq. Yəni full bu kvadratı əhatəyə alacaq deyə two dimensional, yəni iki istiqamətli ərələri keçəcək. Bu gün hələ ki one dimensional ərəyə keçirəm, sizə izah edəcəm. Başlayıram aşağıdan. Baxın, adi simple-dan başlayaq. Array'in ümumiyyətlə ən sadə declaration. Declaration nə deməkdir? Yəni yazılış tərzi. Array'in declaration yazılış tərzi necə olur? Düşürsünüz, gəlir terminala. Array məsələn, birinci bu description-a baxaq. In Java arrays are used to store collections. Java-da arraylər bir neçə daxanın sadəcə yığmaq üçün istifadə olunur. Məsələn, siz necə yazırsınız bugünkü dərsə qədər? Int a bərabərdir 12 klassik, düzdür. Amma array o demək ki, bunun arxasında məsələn belə yaza bilməzsiniz. Görürsünüz, Java dəstəkləmir. Deyir, bir dənə şey verə bilərsən. Heç birini dəstəkləmir. Amma massivlərin rolu odur ki, sən 2 və daha artıq dəyərləri doldura bilirsən onun içinə. Bir dənə də yaza bilərsən, 2 dənə, 100 dənə. Bu necə olur? Bu sadə yazılışdır. Onu da üstünə çıxıram. Primitive type. Bir də var ki, array. Arraydə isə baxın int. Bir dənə fərqi budur. Belə bir massiv. Bunun adı massivdir. Array'in logosu budur. Deyirəm ki, numbers. Artıq number istəyəndən qədər rəqəm yaza bilərəm. 12 yazaram, 23 yazaram, 34 yazaram. Nöqtə verəcəm, bitdi. Fərqi budur. Yəni, bu primitivdir, çünki bir dənə dəyər saxlayır. Bu amma arraydir, çünki bir neçə dəyər saxlaya bilir. Və hər bir, bunlar hamısı tiplərdir. Intdir, stringdir, double'dır. İndi onları göstərim. Bunları keçmişdik, baxın. Int, string, double, float və s. Bunlar hamısı bir tiplərdir. Və hər bir tipində özünün array olur. Məsələn, stringin də array var. Int'in array normal olaraq içində nə saxlayır? Rəqəm saxlayırsa, stringin də array öz içində saxlayır, mətn saxlayır. Adı üstündə. Int isə rəqəm, string isə mətn. Bura string yazsam partlayacaq. Deyəcək, mən səndən, baxın, deyir, string gözləyirəm, amma sən int vermirsən. Ona görə bura nə verdik? Biz int verdik. Və daha sonra string tipində array var məsələn. Burada deyək ki, ölkə adları yaza bilərsiniz, insan adları yaza bilərsiniz, string. Eyni format, sadəcə bir dənə bu var. Names. John, Jane, Alex və s. adları verə bilirsiniz. Bir də double array var. Yəni bir neçə dənə, sadəcə burada 2-3 dənə nömrəsi var. Double eyni formatda, double məsələn qiymətlər. Double-la int fərqi oldu ki, int tam bütöv ədədlərdir, qalıqsız. Amma double-da artıq qalıqlı ədədlərdən istifadə edə bilirsiniz bu şəkildə. Bura qədər olan sizin suallar bu hissədən. Aha. Kimdə sual olsa mən kəsə bilər.
Hə, yes. Float daha az göstərir. Onluqları double daha çox. Ona görə float yaddaşı da az yer tutur. Amma double daha çox yer. Adi bu temada. Necə ki int qısa az yaddaş tutur. Amma long çox yaddaş. Elə də ki double. Double çox yaddaş. Float az yaddaş. Bu formatda işləyirlər. Bir də bunların başqa variantı nədir? String var, mətn saxlayır, char var, text simvol saxlayır. Bunlar qalsın, kitab şeyim orada qalır. Bunların üçünü də biz yazdıq, əsən elədik. İndi gəldik sıra nəyə? Bu bir növ yazılış düzdür, biz belə yazdıq. İndi array'in buraya yazaq ki, type 1, birinci növ yazılışı budur. İkinci növ type 2 yazılışı necə olur array'in? Düşürəm aşağı. İkinci növ yazılışı da baxın bu formatda olacaq. Burada fərq nədir? Siz 12, 23, 34 ta istədiyiniz qədər bunlara rəqəm verə bilərsiniz. Sizə heç kim limit qoymur. Düzdür, yəni buraya gələcək. Sizə heç kəs limit qoymur. Amma aşağıdakı array yazılışında isə siz özünüz limit qoyursunuz. Məsələn, atıram, bir sinif otağına 5 nəfərdən adam çox daxil ola bilməz. Siz artıq necə yazırsınız? Int massive student bərabərdir. New int. Məsələn, deyirsiniz ki, bir sinif otağında cəmi 5 nəfər tələb ola bilər. Çox ola bilməz. Artıq siz array neylədiniz? Limitləniz. Dediniz ki, cəmi 5 nəfər içəridə ola bilər. Çıxaq. İndi birazdan göstərəcəm bunun içində dəyərləri. Belə yazdıq düzdür, amma tələbələr hələ daxil olmayıb vaxt içində. Tələbələr necə daxil olacaq, necə olacaq və s. Onu da birazdan izah edəcəm. OK. Daha sonra string array, apple, banana, cherry və s. İndi gəlin mən sizə izah edəcəm nəyi. Yuxarıdakiləri düzdür yazdıq. Bunları yazdıq. İndi bunları tətbiq edək bir-bir. Bunları saxlayıram. İndi tətbiq edək bir-bir. Belə birbaşa yanlışlıqla tətbiq edək. Daha da aktiv olsun. Bunu yazdıq. İndi ya bunu ekrana verək. Düzdür, çünki run etsəm, heç nə ekrana çıxmayacaq normal olaraq. Run etdim. Yanlışım. Baxın, bomboş səhifədə heç nə ekrana çıxmadı. Çünki sistem out print edən yazmamışam. İndi buraya yazıram ki, sistem out print edən. Baxın, arraylərdə hesablama. Hesab sıfırdan başlayır. Arraylərdə sıfırdan başlayır saymağa, birdən yox. 0, 1, 2, 3, 4, 5 indekslər sıfırdan başlayır. Ona görə mən 12-ni almaq üçün nə yazıram bura? Numbers, yəni bu numbers'ın içindəki kvadrat açır, deyirəm 0-cı elementi ver. Yəni bu numbers'ın içində 0-cı elementi nədir? 12-dir. İndi run etsəm, mənə 12-ni verəcək. Gördünüz? 12-ni gətirdi. Yəni normal olaraq, məsələn, sizcə 3 almaq üçün də deməliyəm burada. 3-ü versin mənə. 3-ü. Ya sıfırdan başlayırsan bak. Yes. 5 versəydi məsələn bizə 3 verəcək. Çünki sıfırdan başlayır və saya gedir. 3. Biter. Bu birincidir. Tək-tək ekrana çıxartmalıyıq. Bir-bir çıxardırsınız. Bir də var, hamısını birdən ekrana çıxardın. Onun hamısını birdən ekrana sizcə nə ilə çıxardarsınız? Ən son dərsimizdə izahləmişdim for. Burada for istifadə edirsiniz. For sizlə keçmişdik. Necə for keçmişdik? Baxın, belə bir şey yazmışdık. Bunları atalım. Sərgəl olsun. For int yes. I bərabər sıfırdan, i kiçikdir, atıram ondan, i plus plus. Sizdən biz forum bu formatını keçmişdik. Sistem altında vermişdik i. Düzdürmü? Biz burada nə baş verirdi? 0-dan 10-a qədər sayacaq. 0-dan 9-a qədər sayacaq, gedəcək. Düzdür? Sayıcı 0-dan 9-a qədər. İndi bizim temamız nədir? For istifadə edəcəyik. For əlbəttə 10 daha for 1. İndi mən dedim ki, foru elə istifadə edin ki, bunların hamısını çapa versin. Çünki for olmasaydı, mən nə etməliydim? Belə yazmalıydım da. 0, 1, 1 hamısını yaza-yaza gedəsiydim. Bu da ki, iş deyil. Belə bir şey edəsiydim. Hansı ki, cəmi bunları print edəcək. Hələ arxasını demək üçün nə qədər yazmalıyım. Biz nə edirik? For yazacağız. Gəldim, for. Bunu bağlayaq. For, int. Saymağa neçədən başlayırıq burada? 0-dan. Ona görə i bərabər. Bəli. I bərabər 0 verirəm. I kiçikdir. Normalda siz 10 yazırdınız, düzdür, ya da 5 yazırdınız.
Mən deyirəm ki, bunun nə qədər uzunluğu nə qədər olarsa, o qədər də qit axtar bunun üçün. Ona görə yazıram i kiçikdir number nöqtə length. Yəni numbers'ın uzunluğu qədər. Numbers'ın uzunluğu neçədir? Həmin bu uzunluğun 2 qədərdir. Gedib i-ni bu uzunluğun 2 qədər nə qədər data varsa, hamısını oxuyub gətirəcək. Və deyirəm ki, 1-1 say. i++ o demək ki, yəni 1-1 gətir. 0, 1, 2, 2-2 desəydim 0, 2, 4 belə sayacaq. Amma mən deyim ki, 1-1 hamısının üzərindən keç. Ona görə i++. Və düşürəm sonra aşağıya. Deyirəm system out numbers. Bayaq nə yazmışdım? Numbers 0 yazmışdım. Manual istəyirdim. İndi zaten bu 0 deyil burada. Hər dəfə, hər kruqa girdikcə bir-bir artıraq. 0 olacaq 1, olacaq 2, olacaq 3. Ta ki bunun uzunluğunu tapana qədər bu gedəcək, davam edəcək for. Ona görə birbaşa dinamik kod yazmış olum deyə numbers'ın içine i yazıram. Çünki i dəyişəndir zaten. 0'dır, bir dəfə 1 olacaq, bir dəfə 2 olacaq, dəyişəcək. İndi kodu run etsəm, görürsünüz bütün dəyərləri gətirdi. 12, 23, 34, 1, 2, 3, 4, 5, 6, 6. Bütün nə varsa gətirdi. İndi bunu mən təzədən sıfırdan bir dənə istəyəyim, sonra sizdən soracağım. Mən nə elədim? Bir dənə int massivi yaratdım burada. Massivin içine müəyyən dəyərləri daxil etdim. Daha sonra for yazdım və həmin dəyərləri sıfırdan başlayaraq numbers'ın length'i qədər çapa verməyə başladım. Numbers'ın length nə demək? Yəni bunların uzunluğudur. Və dedim 1-1 artır, yəni 1-1 say, hamısını 1-1 saya git. Və aşağıda da sistem alt yazdım ki, hər birini saydıqca ekranda çap elə. 0 gəldi, məsələn 0 düşdü bura. 0-dan girir bura. Bura yazır 0. Təzədən qalxır, təzədən bura çıxır, bunu eləyir 1. Gəlir təzədən bura, bunu eləyir 1. Bunu çapa verir. Təzədən 2, 3, 4, 5 qanunla gedir, artır. 2, 3, 4, 5. Bura əllə yazdığımızı avtomatlaşdırdım mən hazırda. Bir dənə bura i verməklə. İndi bunu necə anlamadım. Terminala baxaq. Aha, aha. Bəli, çünki bundan. Aha, çünki bundan tanıtmışam. Baxın, burada deyək ki, 0 vermişəm. Siz burada yazırdınız 10, deyək ki, bu artıq bunun işi nədir? Sadəcə olaraq 0-dan 10-a qədər saymaq idi. İyi yazırdınız bura. Amma mən artıq dedim ki, bu length verdim, necə tanıtdım? Bu numbers var ha. Bütün bu dəyərləri nəyə mənimsətmişəm? Numbers'ın özünə mənimsətmişəm. Həmin bu adı burada istifadə edirəm, fikir verin. Deyirəm numbers'ın uzunluğu qədər 1, bir də numbers'ın iyisini deyirəm mənə ver. Sırf deyirəm ki, öz istədiyin rəqəmləri sayma. Mənim sənə verdiyim ad altında olan rəqəmlərin hamısının sayını mənə ver. 2-2 artsa, birinci bu çıxacaqdı, sonra 34, sonra 2, yəni yox ya. i plus bərabər 2 yazdım. İndi bunu run etsək, yes, baxın 12, 34, 2. Demək ki, üstündən kesə-kesə bir-bir run edir. Sonra bura 4 yazsaydınız, 2-3 dənəsini çıxaracaq cəmi ekrana. Gördünüz, 12, 2, 6. 12, 2 və 6. Bir plus böyle gizlenen bir hamısını ekrana versin. Okey. İndi burada sual var mənə, yoxsa davam edeyim? Varsa əgər rahat çəkinmədən verə bilərsiniz. Okey. Yoxsa davam edirəm o zaman. Bir də nə var? Bunlar nə idi? Rəqəmlər idi. Int arraylər. Bir də bizdə var stringlər. İndi düşürəm stringi. Bu yuxarıdakı izahətli indi stringə baxaq. String də eyni məntiqlə. Məsələn, bura siz yazsaz, adi sadə primitiv fərqli. System out. Bir saniyə. Enter. Buraya yazsam names. Names'in sıfırıncısı versəm bura. Nə baş verəcək? Mənə nəyi verəcək? Hansı adı verəcək names'in sıfırıncısını istəsəm mən? Məsələn, burada sistem out verdim ekrana. Deyirəm names'in sıfırıncı elementini mənə ver. Hansı adı verəcək sizə? John'u, Jane-i yoxsa Əla, John verəcək. John. Və burada gördüyünüz bir detallı yazır. Məsələn, bunun üçün də çapa vermək istəsəm, verə bilərəm manual şəkildə, düzdür. Amma keyfiyyətli bir şeydir mi? Yox. John, Jane, Alex. Niyə keyfiyyətli deyil? Çünki bəlkə bunlar artdı, bunların sayı. Oldu o qədər. Bir-bir yazdım, o iş alınır, daha çox olur. Biz burada nə edirik? Yəni,
Eynən. For. Mən sizə bugün forun yeni versiyasını keçəcəm, hansı ki, forun ən sadə halıdır. Bir hətta siz fora hesablamayacaqsınız. Fora deyəcəksiniz ki, get hər şeyi özün hesabla gətir. Mən hesablamıram. O necədir? Birinci saydan izah edeyim, yenidən göstərim. Bunun string üstündə. For int i bərabərdir 0, i kiçikdir, yəni neyimsin denkdir, i plus 1 artır. Düşürsünüz aşağı sistem out, neyimsin, deyirəm ki, mənə eynicisini ver. Eyni və yaxud ki, number məntiqidir. Aydındır. Run etsəm, baxın, John, Jane, Alex. Üçü də buradadır. Amma bizə maraqlı olan havasıdır nədir? Forun daha qısa versiyası varmı? Var. Bunu saxlayıram. Long for. Yes, çünki stringin özü belə indekslə işləyir, 0. Yəni for massivin içi indekslə işləyir, ona görə. İndi düşürəm aşağıda. Okay. Deyirəm ki, short for. Bu uzun yazışlı form, bu da qısa yazışını göstərəcəm sizə. Düşürəm aşağı for. Tip nə idi burada axtardığımız tip? String. Yazıram bura string. String. Bir dənə ad verək özümüzə random. Deyək ki, ad olsun, name. Ya da ki, ad olsun, belə yazaq. Nəyin içini axtarmağa çalışırıq, neyimsin. Yazıram bura neyimsin. Bu da ən qısa for yazılışıdır. Bu uzun for idi. Bir deyiriz neçədən başda, nə qədər axtar, bir artır. Bunu heç kim demirsiniz. Buna deyirsiniz ki, mən bu ad altında, mənə bu ad altında get bütün neyimsin içini oxu. Bu da deyir, yaxşı. Düşürsünüz aşağı sistem alt verirsiniz, adı verirsiniz bura. Bu necə işləyir? Bu gəlir, bax bu. Neyimsi götürür özünə. John, Jane, Alex. Yığır bunun altına. Bir də bir fərz edin ki, bunu götürür. Onu belə. Gəlir atır bura. Və sonra buradan bir depoluyur. Buradan götürür 2 nöqtədən soluna atır. Bunu götürür 2 nöqtədən soluna atır. Bunu götürür 2 nöqtədən soluna atır. Və burada azalır. Yavaş-yavaş silir. Soluna atdıqca da bu ad, mən deyirəm bu adı. Ekrana verirəm, bax burada deyilir. Hamısını bir eyni məntiqləndir. John, Jane, Alex'i burada ekrana çıxardır. İndi bunu gəlin run edin, baxaq. Bunu bağlayıram. Run edirəm. Baxın, John, Jane, Alex çıxdı ekrana. Gördünüz? Anladınız yəni? Bunu götürdü, atdı neyimsə. Bir adın yerinə atdı. Jane'i adın yerinə atdı, Alex'i adın yerinə atdı. Axırda həmin adı ekrana verdi. Ekrana verəndə nə baş verdi? Bütün listədəki adların üçündə görmüş olduq biz öz ekranımızda. Yes, arxada bu, amma bir dənə mənfisi nədir deyim. Müsbət odur ki, çox qısadır. Hə, elə onu izah edirəm. İki adılması sən arxasına bulacaq. Yox, sənə eynən. E++ mən. Və həmişə sıfırdan başlayacaq bulmağa. Siz, okey, yəni sizə sadə for lazımsa belə yazın. Yox, ora əl atmaq istəyirsinizsə artıq bu şəkildə yazıb idarə edə bilərsiniz. Okey, bu da short for idi. Daha sonra sizə göstərməli olduğum bu idi. Int numbers. Baxın, bayaq belə bir şey yazdım. Bu hələ ki, bu artıq bildinizdə bu necə olacaq. Və ya forla stringlə intin eyni tipidir. Sadəcə birazdan burada double yazacaqsınız. Başqa heç nə dəyişmir. Aydındır. Məsələn, heç nə eləməyəcəm. Bu foru götürürəm. Bu foru atıram bunun altına. Görün nə qədər oxşar. Burada neymiş yazmışdım? Burada Grace'i götürüb atıram. Yenə eyni şey gəlib çıxdı. Bütün hamısını hesapladım. Run etsəm, gördünüz. 89-90-88. Hamısını ekrana çıxartdı. Tak. Bunları ataq yuxarı. Gələk əsas məsələlərdən birinə. Bu. Mən yaxın demişdim. Burada deyirəm ki, bəri başda biz otaqda deyirik ki, neçə tələbə var. Həmin tələbəyə görə artıq yer ayırırıq, həmin yerə görə tələbələri daxil edirik. Məsələn, bura düşəcəm mən. Deyək ki, bizdə orada olsun. Mən belə yazmağa yoxlayacağım. Belə yazmaq da məntiqli olardı. Belə yazmaq. Yəni, break istifadə edə də bilərik, etməyə də bilərik. İndi bax, gəlin bir şey deyək ki, sən bir dəfə istifadə edək, sən bir dəfə etməyək. Amma break-ə ehtiyac burada nəyə görə yoxdur? Çünki bu zaten öz break edəcək arxada. Sən əgər 6-cı adama əlavə eləsən, xəta atacaq. Gəl eləyək. Students 0-cı adamı deyirəm ki, olsun Ali. Deyək ki, 0, 1, 2, 3, 4. Bu 0-dan başlayır deyə 1, 2, 3, 4, 5 yazmırıq. 0, 1, 2, 3, 4 yazırıq. Nəticə etibarilə yenə 5 dənə adam var şəhərdə, düzdürmü? Ali ilə Hasan, bla bla bla. Adlardır, düzdürmü? İndi düşürəm aşağı. Heç mi demirəm, sadə for deyirəm. Bunların hamısını ekrana çıxartmağa çalışıram.
Gördünüz. String tipindədir, tələb, yəni ad verdim, fərqi yoxdur. Olsun, lap tələbə. Bu istəyəni adı verə bilirsiniz. Əsas buranı, bunu kopyalayıb bura atırsınız. Çünki bunun için gedib axtarmalıdır. Və sistem ad verici tələbəni. Mən icra etsəm, bunları bağlayıb sizə malik olmasın. Mən sistem ad versəm, hər şey korrekt işləyəcək. Ali Hasan və s. Amma mən bunun içinə 5 nəfəri sinifə gətirib 6-cı nəfəri daxil etsəm, artıq xəta olacaq. Index out of bounds exception xətası var. Baxın, xəta oldu. Gördünüz, heç break eləmədən artıq özü xətanı atdı. Xətamın da adı nədir? Index out of bounds exception. Gördünüz. Deyir, index 5, out of bounds for length 5. Deyirsən, verdiyim 5-ci adam, yəni 6-cı adam. Sıfırdan başlayıb 5-ə belə baxır. Deyirsən, bu verdiyim adam sinif artıqlı verir. Sinifin limitlərini açır. Ona görə biz onu qəbul etmirik. Xəta. Bəs bunun xətanı aradan qaldırmaq üçün nə edə bilərəm sizcə burada? Nə edəcəksiniz? Gəlin bir dənə toxunuşla necə düzəldə bilərik sizcə bunu? Xətalar. Yox. Bunu altı desəz. Xəta. Necə? Hə, güzel. 6. Aha. İndi bir dənə sual yarana bilər sizdə ki, yaxşı. Mən durum atıram da, deyək ki, nə bilim, bir dənə bank sistemində işləyirsiniz, böyük bir səhifə yaratmışsınız. Ya da ki, Facebook yaratmışsınız da, sizin izləyiciləriniz gəlib belə bir yerə yığılırlar axı. Siz hardan bilə bilərsiniz ki, mənim neçə min izləyicim olacaq? Hardan əvvəldən limit qoya bilərsən ki, 100 mindən çox olmasın? Elə bir şey yoxdur. Məsələn, YouTube-un özü. Orada biz listlər keçəcəyik sizlə. Listlər avtomatik özü genişlənənlər olacaqlar. Adam nə qədər gəlir, o qədər elastik olacaq. Böyüyəcək, böyüyəcək, böyüyəcək və davam edəcək. Onları izah edəcəm. Belə bir mövzular olacaq. List. Avtomatik özü böyüyəcək. Siz artıq heç bir şey limit qoymayacaqsınız. Limit qoyulmalı yerdə bu olacaq. Necə ki, forun lazım yerdə for, sadə for istifadə elədik. Bunun adı necə oldu? Sadə for. Amma bunun adı oldu for each. Birinin adı sadə fordur, birinin adı for each'dir. Bunun adı for each'dir. Eynən də burada. Sizin artan dəyərləriniz olarsa, dinamik artmaq istəyirsə, list istifadə edəcəksiniz. Onu dərsini izah edəcəm. Yox, limit qoyursunuzsa, belə massiv, limitli massiv deyirlər buna. Limitli massiv istifadə edəcəksiniz. Okay. Bu da sizə göstərəcəyim massiv hissəsi idi. Tak. Massivlərdən göstərməli olduğum vacib hissələr bunlar idi. Bir dənə də bura baxın. Hə, burada for each. Yox, forlarda, for eachlərdə limit yoxdur. Sadəcə bunların fərqi nədir? Forlar daha qəliz yazılır, for each daha qısa. Bir də fərqini dediyi kimi. For each bir-bir artıq. Default olaraq arxada bunu istifadə edir. Bax, bunu nə görürsünüzsə, for each arxada bunu istifadə edir. Yox, siz ürəyiniz istəsə ki, yox, 4-dən başla, 2-2 artır və s. desəz, siz bura artıq müdaxilə etmiş olursunuz. Onda bu qüvvədən düşür. Çünki buna müdaxilə edə bilmir yalnız. Bu olduğu kimi işləyir. Olduğu nədir? Sadə sıfırdan başlasın və bir-bir artsın. Belə bir şey istəyirsinizsə, bunu yaza bilərsiniz. Yox, müdaxilə edəcəksinizsə artıq manual olaraq for yazırsınız və müdaxilənizi edirsiniz. Okay. Bunlar bildiniz, tablo formatındadır və tələbələr teması. Bunu da izah etdim. İndi bu koda bir dənə baxın zəhmət olmasa 2 dəqiqə. Mən adaptörü götürüb gəlirəm 1 dəqiqə. Mən gələndə ümumən dərsin üzərində sual verəcəm. Görək necə oturdu sizdə tam olaraq. 1 dəqiqə. Baxa bildiniz koda.
Oradasınız. Hı. Bu kodda qaranlıq qalan bu şeylər var sizə hal-hazırda. Adi məsələn tək məsələlərdə. Ha, okey. İndi bir dənə sual. Gəlin sizə bir dənə suallar verəcəm. Hal-hazırda indi keçdiyimin hamısını sizdən istəyirəm də. Mən nə etmək istəyirəm? Tak. Int massivi necə yarada bilərəm? İçində bir iki dənə dəyər əlavə edeyim. Bu massivi necə yaratmaq olar sizcə? Tipi int olsun. Buraya yazıram. Ə, tip int olsun. İçində 5 dəyər olsun. Və hamıs və üçüncü dəyəri çap edək. Və bu koda yanaşma tərziniz necə olar? Massiv olsun. Bunu da qeyd edeyim. Bu kodu məsələn Java-da ən önəmli şey məcbur proqramlaşdırmadır. Bir task olanda bir kod olanda ona hardan başlamaq lazım olduğunu əsas bilmək lazım ki, yəni beyində parçalar oxusun. İlk nə edim, sonra nə edim. Bu hər level developer aiddir, hər səviyyədə olan developer. Məsələn, burada birinci nə edək? Okey. Bərabər. İçində nə yazmışam burada? 45 dənə. Okey. Belə yazın. Belə bir şeyə görə yazmadım. Massivi mən 0-1 verəndə elə biləcək ki, o rəqəm bu rəqəmdir, ona görə qarışıq yazdım. Okey. Belə bir şey. Bunu yazdım. İndi nə deyirəm? Aha, nə yazım? Üçüncü dəyəri çap etmək. Yəni bunu 34. Hı -hı. Hı -hı. Nə yazım bura? 34 ekran çıxsın deyə. Yadınıza salmaq üçün bura qayıdıram. For da verə bilərik. Məsələn, indi ancaq tək bunu versəm necə çıxa bilərəm ekrana? Tək bunu. Nə yazıb? Burada nə yazmalıyım? Bax. Aha. İ2. Düzdür. İ2 niyə yazdım? Çünki i budur. Bura verir məsələn rəqəmlər. 2 belə. Rəqəmləri niyə yazdım? Daha aydın olsun. Rəqəmlərin ikincisi 0, 1, 2. 0 da versəydik 12 gələcək. Bu arşılıqla. İndi Fərid dediyin necə? Bunu formun ümumi çapa versək necə çapa verərik? Hə, Fərid, bunu necə yazmaq olar səncə? Forla. Mən harada səhv etsəm məni düzəldirsən. Mən əgər səhvim olsa düzəltdim, sən anlarsan nə isə qaçdın. Okey. Aha. Rəqəmlər. Belə. Aha. Okey. Ha. Bura da verim. Okey. Hə, biz üçüncü dəyər çap etdik burada. İndi bütün hamısını ekrana verək. Hə, sadəcə for. Bir də bura veririk nə? İçinə yazmalıyıq. Modul. Modul indi 0 yazın, 1 yazın, yoxsa 2 yazın. Nə yazım sizcə? Hansı rəqəm olmalıdır? Var. İstəyir. 1. Yaxşı, 1 yazıram. 1, 2. Aha, iyi yazdı. İndi burada harda səhv buraxmışıq? Run edəndən sonra görəcəksiniz. Neçə dənə rəqəm var? 12, 23, 34, 45, 67. Açıq kodlar varsa bağlayıram. Sən mane olmasın. Hardasa varmı? Yox. Hə, indi bunu run edirəm. 23, 34, 45, 67 ekrana gəldi.
23, 34, 45, 67. 12 nədənsə görmür. Yes. Eynən. İndi artıq hamısını gördük. Yəni, bura Fəriddən soruşdum, yazacaq. Hə, onda o şey başqa. Ha, все, onda super. Elə cavab aldım. Yaxşı, onda Forişlə bunu necə yazın? Yazılışı necə olar sizcə? Aha, bu qısa forması. Mən onu bağlayacağım. Ya da sizə yazdıracağım. Okey. For, yaxşı, yaxşı, onda dedik gəlməsin. Deyə biz normal yazaq. Necə yazaq? For, int. Rəqəmlər. Modul istəyəcək. For için içində modul. For zaten modulu parçalayır. Onun içine giriyor başa. Orada burada modda istəyəcək. Burada intdən sonra istədiyimiz adı verirdik. İki nöqtədən sonra həmin onu istəyəcək. Nömrə olsun. Deyək ki. Belə. Okey. Şey aşağı belə bir şey deyək. Bu arada müsahibələrdə çox o kod belə yazdırırlar. Belə bloklar yazdırırlar ki, kod kömək eləməsin. Belə yazdırırlar. Aha. Okey. Sol. Bunu əlinə yazmamış istəmirəm ki, mənasız uzun vaxt alır. Okey. Bunun içində nə yazırıq? Əsas. Əla. Nömrə. Şey. Nömrə yazsaq avtomatik bütün kodlarımızı rədd etmiş olacaq. Nömrə yazdım. 12, 23, 34, 45, 67. Şey. Bu hissəsi də belə. İndi başqa bir sual verim. Elə bir massivi yaratmağımı istəyir ki, necə yarada bilərəm? İstəyirəm ki, cəmi 7 dəyər olsun içində. Int tipində olsun amma. Necə yazılı bilərəm sizcə? Bayaq demişdim, sinif otağı limit verdik. Aha. Bayaq dedim, sinif otağı limit verdik. Açanda limiti xəta atdı. Index out of bounds exception. Yadınıza salaram. Yadınıza salmağa çalışıyorum. Hə. Yes, əslində düzdür. Bir dənə arzularını düzəltsən, düz işlənsin. Here is string students, new string, massive model. İndi onu necə yazdım? Int üçün. Mesela Fərid dediyindən başlayaq. Int modul sonra new int 5. İndi burada mən desəm ki, tələbənin 7-cisinə ver 12. Bir də desəm ki, tələbənin birincisinə də ver 10. Rəqəm verirəm. Deyirəm, birinci tələbə 7-ci tələbə deyək ki, deyim 12 bal alır. 7-ci tələbə 90 bal alır. Birinci tələbə də 100 bal alır. Aha. Error verir. Yes. Hə, yer altında təbii yerləşir. Bu deyil 7-ciyə. Mənim sualım sizlədir burada. Bunu 8 yazsaq düzələcək. 7 yazsaq da işləməyəcək. Çünki 7-dirsə bu həmişə bir aşağı baxır. 7 ki, bura 7 yazanda həmişə bir aşağı görünür. Çünki sıfırdan saymağa başlayır. O baxımdan. Ona görə həmişə verdiyimizdən bir yuxarı olmalıdır ki, sıfırdan sayanda gəlib bərabərləşə bilsinlər. Bildiniz nəyə görə? İkinci sual. Mən bura 5 yazsam. Bu düzdür, səhvdir də, 7-ci yoxdur. Amma birinciyə 2 yer var. Burada kodum gəlib bunu görəcək, yoxsa xəta atacaq. Heç bunu görməyəcəm sizcə.
Aha. Run edək bir də bax. Gördünüz. Xətadır. Heç buna belə şans verməsin. Gəlsin ekranda görsəniz. Birbaşa kodu görür. Düzdür, düzdür. Birinci o yazıldı. Birinci bu yazıldı. Bunu gördü, sındırdı kodu. Amma bu belə etsəydi, bunu belə etsəydi, artıq kodu indi bizə nəyə görə göstərmiş? Çünki o iştirak edəcəkdi, fail atdı. Index 7 out of bounds exception. İndi hal-hazırda sizcə nəyə görə bunu mənə göstərmədi? Necə oradan? Aha. Burada tətbiq etməyin mənası yoxdur hal-hazırda. Burada o məntiqən işləyir. Eləyə bilərik. Burada oru tətbiq edə bilərik. Oru sən nə vaxt tətbiq edə bilərik? Sənin 2 dənə dəyər gəlir, düzdür? 2 dəyər birindən birinə uyğundursa götür. İkisinə də uyğun olmalı deyil. Birinə uyğunsa götür. Amma burada sən manual olaraq dəyəri set edirsən axı. Ona görə oru burada tutura bilməyəcəksən. Amma belə bir sual var, məsələ var ki, student F0. Studentın sıfırıncısına, birincisinə verək, bayaq tema 100. Studentın 7-cisinə verək, 90 var. Baxıram, deyirəm. Görəyim burada nələr baş verəcək. Gördünüz. 100 işlədi, çünki bunu görür. 100-dən sonra xəta aldı. Yes. False avtomatik xəta aldı. İndi yerini dəyişirəm. Təzədən baxaq. Gördünüz. Heç nə vermir. Yes. Çünki xəta atsa cavabda, əgər cavabda bu sətr xəta verdisə, avtomatik arxaya baxır. Deyir, bunu düzəldəndən sonra işləyəcək. Yəni, hər sətr, ona görə deyir, Java-dan kodlar soldan sağa oxunur. Bir-bir. Məsələn, Python və ya fərqli dillər var ki, kodu ümumi baxır, ümumi göstərir. Amma Java-da bir-bir. Birinci bura baxır, sonra gəlir düşür buna baxır. Bir dənəsində səhv olsa burada qalır, aşağı düşür. Loop-a geri yoxlayır kodu. Bir dənə o teması var. Okey. Bu hissəsi belə. Mən massivi izah elədim. Massivdə ən vacib hissələr bunlar idi. İndi mən sizə task var. Belə deyək də, siz dərsdən sonra evdə yazdığınız taskı mənə göndərin for taskını. Sadəcə onu sadə eləyib deyə sizdən istəmədim. Amma məsələn, bu array taskını sizdən istəyəcəm. Bundan sonra olan hər taskı istəyəcəm. Deyək ki, class task. Aha. Onda Fərid edib, sən zəhmət olmasa push eləmişsənsə, GitHub linkini atarsan. Nə deyək, bugün geri dönüş edəyəm. Həmişə, onu buradan baxaq. Həmişə orada mən tabut çəkirəm. Problem deyil. Çək. Onda belə eləyək. Mən taskı indi sizə izah edirəm. Bu sizin ev taskınız olacaq. Onu bitirib göndərsəz, nə vaxt göndərsəz, baxın. Dünən mən nəyə görə geri dönüş edə bilmədim, Fərid. Dünən roldaydım. Biraz açığı evdən qıraqdaydım, ona görə geri dönüş edə bilmədim. Amma belə, yəni bitirdiniz, atın məndən, sizlərlə saat fərq eləmir. Mən həmin saatda əgər uyğunam, sizə baxacağam. Onda siz də onu göndərərsiniz, linkini birbaşa. Mən oradan baxıram. Onda o barədə gözləyəcəm sizdən. Həm Fərid sizdən də, səndən də. Deməli, başlayayım mən taskı izah edeyim. Bu task nə olacaq sizdə ilk taskı? Deyirəm, declare and initialize an array to hold the colors of the rainbow. Use the for each loop to print out each color. Burada siz istifadə edəcəyiniz texnologiyalar nələr olacaq? Bir string olacaq. Yes. Bir string, 2 massiv, o massiv işarəsidir. Okay. 3 for istifadə edəcəksiniz. Yaxşı olar ki, for each istifadə edəsiniz. Hər iki halını yazasınız. Bu taskın texnologiyaları bunlar. String, massiv və for each. Və sistemə alt print edin. Sort yazıram birbaşa. Sort yazdım. Okay. Və burada başqa nə var? Sizə if keçmişəm, düzdürmü mən? Aha, əla. Deyirəm, print the largest number in the array. Burada nə istifadə edəcəksiniz? For, massivin özü, bir də if. Bunu necə istifadə edəcəksiniz? Bir dənə massivi yaratdınız, düzdür. Bir dənə də int yazırsınız. Largest number intdən verin. Forun içində həmin rəqəmlər ki olacaq, onu loop-a salırsınız. Yəni, bütün rəqəmləri oxuyur. Amma məqsədimiz bu dəfə oxuyanları ekrana vermək deyil. Oxuyanları bir-birinlə müqayisə etsin.
Atıram, məsələn, belə bir şey yaşandı. Deyək ki, belə bir şey yazmışsınız. Namus bərabər. Düzdürmü? Siz bir dənə for yazacaqsınız. Forun məqsədi nə olacaq? Girib bunun içini oxusun. Oxuyanda içlərində ən böyük rəqəmi tapıb bir-birinə həmişə müqayisə edəcəksiniz ki, bunu bundan, sonra bunu bundan, bunu bundan. Müqayisə edəcəksiniz. Bunu yazmaqda internetdən araşdırma etməyiniz azaltsız, yəni rahat baxa bilərsiniz. Və sonra yazıb başa düşəsiniz. Önəmli olmur. Forun içində, massivin içində olan ən böyük rəqəmi məqsəd o ki, çıxardıb ekrana gətirəsiniz. Bu taskın məqsədi o idi. Bu taskın. Okay. Yəni nümunə kimi yazıram. 10, 3, hər rəqəm ola bilər, 99, fərqi yox. Daha böyük rəqəm tapıb gətirin. Find the sum of all elements in an array. Bu bir balaca çətin ola bilər, amma ki, bunun da məqsədi nədir, onu da izah edim. Məqsədim bir balaca çox yox, çətin yaşayacaq ki, daha çox genişləyə biləsiniz də. Tak. Burada məqsəd nədir? Məsələn, burada rəqəmlər yoxdur, deyək ki, 1, 2, 3. Bunların cəmini tapmaq. Ala bilərsiniz. Yox, çətin olsa ala bilərsiniz. Amma EY-dən dəstəyi necə alın? Bir dənə də məsləhət göstərim. Məsələn, deyək ki, bu task, bunu eləyə bilmirsiniz də. Bu, məsələn, EY-dən dəstək ala bilərsiniz ki, buna oxşar taskı et mənə göstər, EY-də istər. O, ona oxşar task eləsin. Özünü eləməsin. Ona oxşar eləsin, ona oxşara baxın, anlayın, sonra gəlin o anlayışla öz taskınızı işləyin. Bu daha effektiv olacaq. 5, 10, 15. Amma ondan əvvəl bunları mən sizin yazıram. AI-dən istifadə etməyə çox da ehtiyacınız olmasın. Özünüz tapasınız deyə. Ona görə bunları yazıram. Burada məsələn nə olacaq? Burada int istifadə edəcəksiniz. Int massivi. Sonra for istifadə edəcəksiniz. Sistem aydın məsələdir. Bir də burada istifadə edəcəksiniz plus bərabərdən. Mən belə bir şey sizə keçmişəm. Plus bərabərdir. Yox, bu kənarda. Fordan kənarda. Keçməmiş, gəlin göstərim. Tak. Deməli, hər şey bu. Deyək ki, mən burada nəyim var? Məndə burada var. Mən sizə göstərəcəm. Deyək ki, məndə burada int, i bərabərdir. 10, düzdür. Mən burada avtomatik versəm ki, i plus bərabərdir 10. I plus bərabərdir 5. Bu o deməkdir ki, mən i-yə 10 vermişəm. Təzədən həmin i-nin dəyərini artırıram 5 vaid. Olur 15. Aydındır. Run eləsən. Oldu mu 15? Bu plus bərabər mənası oldu. Sizə bu nəyə görə verdim? Sum dərsi var. Sum. Siz götürüb nə edəcəksiniz? Belə bir şey fikirləşin. For verəcəksiniz. Forla, hamısını yazmayacağım da. Forla onun için loop eləyəcəksiniz. Deyək ki, burada looplar yazdınız. Int i bərabər 0 və s. Bu iç hissəsində nə edirsiniz? 1 plus bərabərdir bu. Plus bərabərdir 1, plus bərabərdir 2. İndeksləri plus bərabərinin bir-birinin üstünə gəlirsiniz. Nəticə olaraq üçündə toplanmamış olacaqsınız. Mən yazmıram ki, bir balaca şey olsun da çox rahat olmasın. Aydındır. Məqsəd tutdunuz nə deməkdir? For istifadə edirsiniz. Plus bərabərdir, fordan kənarda istifadə edirsiniz. Sistem alt ekrana verirsiniz və massiv istifadə edirsiniz. Massiv nəyə görə? Çünki belə bir massivdən qaldırırsınız. Bu şəkil. Nümunə olaraq da bura atıram. Belə. Bərabərdir, sum olsun 6. Təbii ki, bu taskın samı 6. Okey. Mənim evə verəcəyim task 3 dənə task hal-hazırda budur. Bunların hələ ki ehtiyacı yoxdur. Bunlara baxmağa. Bunlar zaten tərcüməsi. Bunlar ehtiyacı yoxdur. Class task. 3 dənə əsas task. Bu taskınızla işləsəz, bugün də təhvil verə bilərsiniz. Bugün təhvil verərsəz, mən elə bugün axşam sizə başqa tasklar ötürəcəm. Yəni məcbur deyil bunu üçüncü nədir. Ancaq bunun üstündə qalmalısınız. Okay. İndi mən full arraylərin təzədən qaydıram Notion-a. Bura. Yavaş-yavaş aşağı sürüşdürəcəm. Hansı hissədə qırıqlıq, hansı hissədə aydın olmayan bir şey varsa, mən sizə çünki növbəti dərs 2 massivdə array keçəcəm. Onu bugün keçsəm çox ağır olacaq, çünki o biraz ağırdır. Yükləmə çox olacaq. Amma bunu tamamlasanız, avtomatik onu da başa düşmüş olacaqsınız bir hissəsini. Baxın, yavaş-yavaş düşürəm aşağı. Görün, burada hansı hissəni anlamalısınız. Anlamadığınız hissə varsa sual verin. Bu yaxın maraqlı olan bir hissə varsa sual verin. Nə istəyirsə. Düşürəm aşağı. Arrayləri izah edim. Tiplərə görə massivlər yaratdıq.
Bu ümumiyyətlə mənası nədir? Onu izah edim. Break it ikisində. Initialize elədik dəyərləri. New keyword ikdə işlətdik burada. Bunun mənası nədir? Onu izah etdim ki, bu 5 nəyə görə var? Bu nəyə görə var? Daha sonra massivin qabağında olan tipin rolu nədir? Int olanda nə olur? String olanda nə olur? Onu göstərdim. Sonra string olanda massiv necə yazılır, doldurulur. String olmayıb int olanda necə doldurulur? Onu göstərdim sizə. Daha sonra for-la onların ekrana verilməsini göstərdim. For artıq avtomatik aşağıdadır. Onların daha sonra formatına rəqəmlər doldurursunuz. Sırf indeksə görə rəqəmləri çağırırsınız. Aşağıdakı kimi indeksə görə. Onu göstərdim. Sonra və gəldim bunu göstərdim ki, for each istifadə etməyi necə işləyir. For-dan fərqli olaraq for için yazılış tərzi necədir? For-dan fərqli tərəfi necədir? Nə vaxt for istifadə edərsiniz, nə vaxt for istifadə edərsiniz. Təxminən 6-7 fərqli dənə toxunuşlar var burada. Hamısını birləşdirib əməli başlı bir işlər görə bilirik. Və daha sonra sizə tasklar göstərir. Tasklar İndi sizdə sual yarandısa əgər bu mövzu barəsində mənə verə bilərsiniz. Yox, yaranmadısa və əgər çatdıra bilərsinizsə, bu gün axşama kimi taskı sizdən gözləyim. Əgər çatdıra bilirsinizsə, 3 dənə task. Ən azından bu ikisini göndərə bilərsiniz, bunu sabah göndərə bilərsiniz. İndi siz geri dönüşlərinizi edin, mən də uyğun action edin. Все, okey. Yenə də, məsələn, atıram 12-də tutarsanız, 1-də tutarsanız fərqi yoxdur. Bir dənə elə qrup, WhatsApp qrupuna yaza bilərsiniz ki, bitirdim. Mən 18-2-3-ə qədər özümdə işləyirəm. Ona görə 3-ə falan aktiv oluram. Geri dönüş edə bilərsiniz. Okey. Yox, əgər eləyən vaxtı çətinliyi düşsəz, deyin ki, məsələn, burada çətinlik var və yaxud da ki, AI verir cavabını işləyir, amma mən anlamıram. Onu desəz, otururlar. Məsələn, 10 dəqiqə, 15 dəqiqə video call eləyək, yenə baxaq. Onda mən sizdən xəbər gözləyəcəm bu gün ərzində. Olur. Tamam. Sizdə sual var, cərəm. Fərid, səndə var? Onda mən bu taskı yəni bir 3-4 saat ərzində gözləyirəm ki, 18-dən təzə getmişsiniz, istirahət edin. Taskı bir də mənə ötürərsiniz. Çətinlik olsa qoşulaq bir yerdə, olmasa yenə atın. Bitirsəz uğurlu olsa növbəti 3 dənə task var. Onları da elə altından yazıb göndərəcəm. Elə də olar. Əslində növbəti üçüncü günə qədər vaxtınız var. Göndərə bilərəm əlbəttə ki. Sabah 3-də atsa, sabah 3-dən sonra da elə həmin halda task göndərərəm. Heç bir fərqi yox, narahat olmayın. Olar, narahat olmayın. Deyə bitirənməsə sabah göndərsəz, yenə sabah saat 3-dən sonra digər taskları göndərəcəm. Bəli. Danışdıq o zaman. Əgər başqa sual yoxdursa və yaxud maraqlı olan bir məqam burada gördünüz, məsələn, belə bir şey olsa necə olar? Bir məqam yoxdursa, yəni ki, indi üçün yekunlaşdıracağam. Videonu da indi yükləyəcəm, rekord aldım. Materiallarınızın altına yerləşdirəcəm. Yəqin formatı izah eləmişəm artıq sizə. Olar. Elə materialı. Aha. Okey. Elə material bir dəqiqə koldan sonra mən yükləyəcəm hamısını. YouTube-a da atacağam. Yazılı materialını yükləyəcəm. Qrupda bildirəcəm. Siz sağ olun. Başqa bir sual yoxdursa, mən materialları yükləyib sizə 5 dəqiqə ərzində geri dönüş edirəm. Sağ olun. Videonun yüklənməsi alacaq bir 40 dəqiqə alacaq. Yaxşı, oldu. Yorum yazsınız, gözləyəcəm. Sağ olun. Sağ olun.